Bu gözəldir. Həqiqətən də sevgililer bir yerdə hər ikisi eyni nöqtəyə baxanda, deyib güləndə, yaşayıb yaşadanda hörmətə layiqdirlər. Bu artıq biraz, indi sizə yaxşı şeir qoşacaq. Amma yox, qoşmağa hələ həvəsim yoxdur. Nə qədər gözəl şeirlərim var idi ki. Maşallah, maşallah demədən qulaq asmaq olmurdu. Ancaq indi davam edək hələ. Sevənlər belə olar, Bu şəklə baxın, nə gözəldir. Burada insandır və yer kürəsi. Baxın, Allah quluna yetməzmi? Zümər surəsi 36. Allah quluna yetməzmi? Zümər surəsi 38. De ki, Allah mənə yetər. Mən də deyirəm. Allah mənə yetər. Allah mənə yetər. Gözəllik, gözəllik dalınca çiçəklər kimi dərd vurursa da mənim həyatımda ancaq bu mahnıya qoyarsaq şeiri soruya saxlayaq. İnşallah. Amma çox gözəl şeirləri olan bizim gözəl Leyla xanım Əliyevanın şeirlərində məftunluq, təbiətə, həyata, düşüncəyə, nə bilim, gözəlliyə addımlar var. Çalışaram, mən də çoxdan şeir yazmamışam. Soruya saxlayaq onu. İndi qulaqsa. Gözəl müğənnimiz Navaz Rəzəbov. Kimi adladır, aparılacağım bu dünya. Kimi güldürür, kimi adladır, aparılacağım bu dünya. Bu dünya, bu dünya. Yalnız canım, canım, canım. Söz, 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 söz. Ayırdım siberleri, birini Ey vəfasız. Dünya vəfasız, vəfasızlardakı şeytan. Şeytanlaşmaq gedir də vəfasızlarda. Namazım qaldı. Sağ olun. Namazım qalırsa qaçmalıyam namaza. Saat 14'dür. 15, 14 neçədir. Yəni, gecişdirmişəm, amma bunu da oxuyum.
Allah'tan sübutlarla qarşınızda. İnsan haqlarını tapdalayanlara cəhənnəm paydır. Baxın, Allah'tan sübutlarla qarşınızda. İnsan haqlarını tapdalayanlara cəhənnəm paydır. Bu videomu izlə. Ey Allah pərəst. İnşallah. Sağ olun.